Putin erməniləri göstərdi, baş əyirik dedi. Kanala abunə olub video bəyənməyi unutmayın. Rusiya Prezidenti Vladimir Putinin erməni soyqırımının 111-ci il dönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına müraciəti birmənalı qarşılanmayıb. Rusiya liderinin bugün hamı erməni xalqının soyqırımının yüz minlərlə qurbanının xatirəsi qarşısında baş əyir sözləri narazılıq doğurub. Putin bu faciə ilə bağlı ölkəsinin hər zaman eyni mövqedə olduğunu vurğulayıb. Müraciətində erməni xalqını dost adlandıran Kreml rəhbəri beynəlxalq ictimaiyyəti qondarma soyqırımına qarşı birləşməyə çağırıb. Global Info, Azda danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya prezidentinin erməni soyqırımı ilə bağlı müraciəti nağıla bənzəyir. Faktiki olaraq Putin ermənilərin boynuna qoyur ki, soyqırımına məruz qalmısınız. Ancaq Ermənistanda yeni hakimiyyət onu kimi düşünmədiyini dəfələrlə nümayiş etdirib. Putin hüquqşünasdır və çox gözəl başa düşür ki, soyqırımı ifadəsini kimlərə şamil etmək olar. Tarixi faktlar var ki, ermənilər Türkiyə ərazisində daha təhlükəsiz yerlərə köçürülüb. Bununla onlar qorunub, lakin köç zamanı ölənlər də olub. Ancaq heç vaxt ermənilərin bir xalq olaraq öldürülməsi ilə bağlı hökumətin nəinki qərarı, hətta niyyəti də olmayıb. Əslində, ermənilər türklərə minnətdar olmalıdırlar ki, onları müharibə meydanında məhv olmaqdan xilas ediblər. Rusiya prezidentinin bəyanatının heç bir əsası yoxdur və faktlara əsaslanmır. Bu, tamamilə siyasi motivli, aranı qatmaq, hissləri qızışdırmaq, münasibətləri korlamaq üçün hesablanmış bir addımdır. Mütəllim Rəhimli. Siyasi şərhçi bildirib ki, Rusiya yenə də ermənilərdən Cənubi Qafqaz regionunda bir vasitə kimi istifadəni davam etdirmək niyyətindədir və onları rahat buraxmayacaq. Rusiyanın geosiyasi maraqları Zəngəzur dəhlizi üzərində nəzarətin həyata keçirilməsini hədəfləyir. Buna görə də uydurma soyqırımı ifadəsindən istifadə edərək ermənilərin ictimai rəyi uğrunda ABŞ ilə rəqabət aparır. Bu, həm də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə zərbə vurmaq, Ermənistanla Türkiyənin yaxınlaşmasına maneə yaratmaq məqsədinə xidmət edir. Yəni Zəngəzur dəhlizi rahat şəkildə Rusiyanın nəzarətinə keçməsə, regionu yeni konflikt məkanına çevirərək digər maraqlı tərəflərin istəklərinin reallaşmasının da qarşısını almağa hesablanıb. Rusiya prezidenti ermənilərin zəif yerindən yapışaraq olduqca təhlükəli bir oyuna start verib. Onun müraciəti erməniləri qorumağa deyil, böyük fəlakətə sürükləyir. Arzu edərdik ki, indi ermənilər həmişə olduğu kimi bu oyunun qurbanına çevrilməsinlər, tarixdən ibrət alsınlar, ağıllı qərar verməyə iradələri çatsın.